Ürək sağlamlığı deyiləndə, insanların çoxunun ağlına ilk olaraq ürək tutması gəlir. Lakin mütəxəssislər, xüsusilə gənc və zahirən sağlam şəxslərdə əksər hallarda heç bir əlamət vermədən irəliləyən və qəfil ölümlərə səbəb ola bilən gizli bir ürək xəstəliyinə diqqət çəkirlər. Azərtib.az xəbər verir ki, bu səssiz qatil uzun müddət özünü bürüzə vermədən ürəyə təsir edir. Ürək cərrahı professor doktor Burak Onan da hər il çox sayda xəstədə bu təhlükəni aşkar etdiklərini bildirir. Bəs bu sirli xəstəlik hansı əlamətlərlə üzə çıxır? Kimlər risk altındadır və onun qarşısını almaq həqiqətən mümkündürmü? Ürək-damar xəstəlikləri dünyada getdikcə artmaqdadır. ABŞ-də əsas ölüm səbəbləri sırasında yer alan ürək tutması hər il təxminən 805 min insanın həyatına son qoyur. Şikayəti olmadan bir çox xəstə həyatını itirə bilir. Ürək və damar cərrahiyyəsi üzrə mütəxəssis professor doktor Burak Onan Hürriyyətə bildirir.